Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda iyun böhranının nə olduğunu izah edəcəm indi sizə. Vəsait olaraq öz vəsaitimdən istifadə edirəm. Çünki dərsliklə eyni şəkildə yazılıb, sadəcə olaraq orada dərinləməsinə izah olunmayan hissəni izah edəcəm. Deməli, burada deyir ki, iyunun 16-sında Milli Hökumət Gəncəyə köçürülür. Tiflisdə idi, hansı ki, gürcülər tələb etdiyi üçün bunlar hökuməti Tiflisdən Gəncəyə köçürtmək məcburiyyətinə qalır. Yəni qovulurlar bir növ Gürcüstana. Və bura köçürdükdən sonra Nuru Paşa burada etiraz edir. Yəni kitabda bu şəkildə keçir ki, mühafizəkar ilhaqçı qüvvələr AXC-nin siyasi təsisatlarının demokratik və liberal ideyalar əsasına qurulmasına narahat idilər və ona qarşı çıxırdılar. İndi görək bu mühafizəkar ilhaqçı qüvvələr kim idi? Nədən narahat idilər, nəyə qarşı çıxdılar və s. Deməli, mühafizəkar ilhaqçı qüvvələr dedikdə Nuru Paşanı nəzərdə tutur. Nuru Paşa Osmanlıdan gəlmişdi və Osmanlı dövləti bilirsiniz ki, monarxiya quruluşunda olan bir dövlətdir. Yəni orada hakimiyyət bölgüsü deyilən bir şey yoxdur. Hər şey Osmanlı sultanının əlindədir. Yəni qanunverici, icra edici məhkəmə hamısı bir şəxsin əlində cəmləşib. Və Nuru Paşa gəlir görür ki, burada Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyət bölgüsü olan, demokratik əsaslarla qurulmuş, hətta parlament qurmağı gələcəkdə hədəfləyən, qanunverici, icra edici orqanı olan bir dövlət yaradıb və bundan narahat olur. Narahatlığını dilə gətirir və bildirir ki, yəni el dilində izah eləsəm sizə deyir ki, bu nədir? Belə qurulmasına etiraz edir ki, bu nədir? Yəni hakimiyyət bölgüsü nə olan şeydir? Bir nəfər idarə etməlidir və s. Və burada bir böhran yaranır. Yəni Nuru Paşanın dedikləri ilə bunların AXC-nin etməyə çalışdıqları üst-üstə düşmür və buna biz deyirik iyun böhranı. Bəs iyun böhranını bizimkilər necə həll edirlər? Nuru Paşanın köməyinə ehtiyac var və ona görə də Nuru Paşanın istədiyini müvəqqəti olaraq edirlər. Nə idi onun istədiyi? Yəni bir orqan olsun. Bunlar da qanunverici və icra edici orqanı birləşdirirlər. Yəni əvvəl necə idi? Milli Şura qanunverici, birinci hökumət kabineti də icra edici idi. İndi onun ikisini ikinci hökumət kabinetində birləşdirdilər və Nuru Paşaya bunu göstərmək üçün ki, bax bizim də artıq bir orqanımız var. Yəni hakimiyyət bölgüsü dediyim bir şey yoxdur. Nuru Paşa onsuz da müvəqqətidir, çıxıb gedəcək. Bu şəkildə etməklə, yəni bu bir siyasi manevr idi və mən buna görə bizim liderlərimizi həqiqətən də alqışlayıram ki, çox ağıllı bir qərardır ki, nə elə qərar veriblər ki, nə şiş yanıb, nə də kabab. Nuru Paşanın istədiyi də olub, bunların istədiyi də olub. Yəni hökumət kabineti öz yerində qalır, heç bir dəyişiklik etmir. Sadəcə olaraq Milli Şuranı ləğv edib birləşdirir hökumət kabineti ilə, belə deyək. Nuru Paşa da görür ki, bunlar artıq bunun dediyi kimi bir, yəni orqandan ibarət olan hakimiyyət qurdular. Bəs Nuru Paşa niyə buna etiraz edirdi? Nə idi onun dərdi? Nuru Paşanın etirazı ona görə idi ki, o Osmanlı dövlətindəki idarəçi quruluşuna alışmışdı. Bu birinci səbəb. Yəni göstərilir ki, Osmanlıdakı monarxiya rejimi, buradakı isə respublika quruluşu qurmağa çalışırlar da, parlamentli respublika idi və bu onu narahat edir. İkinci isə belə bir ideya verilir ki, belə bir fikir verilir ki, Osmanlı dövlətinin gələcəkdə Azərbaycanı işğal etmək planları var. Hansı ki biz 1-ci Dünya müharibəsində deyirdik ki, Osmanlı Turan dövlətini qurmaq istəyirdi. Bəs bu plana görə də AXC-nin belə quruluşda olmasına etiraz etmiş ola biləcəyi bildirilir.